4-cü Hakimiyyət Kamerasının redaksiyasına verilən məlumata görə, Lənkəran şəhərində tanınmış istirahət mərkəzinin sahibi 29 iyun səhər saatlarında bıçaqlanıb. Hadisə baş verən ünvan Lənkəran şəhərinin Böyük Bazar deyilən ərazisində olub. Lənkəran şəhərinin Osaküçə istirahət mərkəzinin rəhbəri 48 yaşlı Firad Həbibov 40 yaşlı Bəhruz Tahirov tərəfindən bıçaqlanıb. Yaralıya zəruri tibbi yardım göstərildikdən sonra əməliyyat blokuna alınıb. Xəstənin vəziyyəti stabildir. Bugün səhər saatlarında Lənkəran rayon mərkəzi xəstəxanasında bir nəfər kişi cinsi şəxs daxil olmuşdur. Xəstədə çox saylı bıçaq xəsarətləri qeyd olundu. Sol döş qəfəsində, sol yuxarı ətrafda və qarnın sağ yarısında. Xəstədə eyni zamanda həm döş qəfəsində, qarın boşluğunda və sol bazo arteriyasının plastikası əməliyyatları icra olundu. Ümumi işlə əməliyyat 4 saat yaxın çəkdi. Xəstə hal-hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti ağır olaraq görülür. Habib Onurova Sayaz oğlu. Birazdan böyle olur. Saat şahı 8 olardı bizden yolumuzu. Bazarda gün çalışır da şimdidən saat. Biz de kaçıp gelmişik bura. Aktifiyet buraya. Reanimasiya şöbəsində gəlirdi. Vallahi ağır. Saat şahı gedir bazara, saat şahı saat 7-8'de var gedir gəlir. Hiç kimden olur, hiç bir davada olmuyor, bir şey olmuyor. Kətdən insanıya tanıyırdan gəlirsən. Biz de işitmişik, saat şahı gelmişik, yatmışıq buna. Reanimasiya şöbəsində yerləşir. Allah nə deyim. Bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən 40 yaşlı Bəhruz Tahirov artıq polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Bəhruz Tahirov polis əməkdaşları tərəfindən saxlanılıb.